mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyülür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Odlar yurdumun azad gəncləri, üç rəngli bayraqla ordumda irəli. İnanaraq biz tək Allaha birlikdə gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Salam, xoş gördük sizi, hörmətli televiziya tamaşaçıları, yarışmamızın iştirakçıları, studiyamızın qonaqları və bizi dünyanın hər yerindən izləyən əziz həmvətənlərimiz. Mən Azərbaycanlıyam Milli Bilik yarışması növbəti buraxılışı ilə efirdədir. Düşünürəm bugün də, hal-hazırda bu meydanda qalibiyyət hissini yaşamaq istəyən 10 Azərbaycan gənci bizə maraqlı dəqiqələr bəxş edəcək. Biz bugün də bildiklərimizi təkrarlayıb, bilmədiklərimizi öyrənəcəyik. Mənə maraqlıdır, görəsən bugün finalda neçə finalçımız olacaq? İstərdim ki, oyunumuzda oyun turuna keçən hər bir iştirakçı finala vəsiqə alsın. Amma gəlin tələsməyək, bütün bunlar qarşıdadır. İndi isə əziz tamaşaçılar, mən oyunumuzun başlamasını səbirsizliklə gözləyən 10 intellektualımızı sizə təqdim eləmək istəyirəm. Beləliklə, tanışlıq. Səkinə Rzayeva, Ülvi Məmmədli, Nahidə Əliyeva, Fərid Tahirli, Qardaşalı Rəcəbov, Əmrah Mehdiyev, Rəşad Mirzəyev, Nuray Allahverdiyeva, Nihat Şərifov və Nicat Bədəlzadə. Əziz tamaşaçılar, intellektuallarımızla tanış olduq. İndi isə sırada təşəkkürlərimiz var və mən ilk olaraq yarışmamızın birbaşa təşəbbüskarı olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildirmək istəyirəm. Gənclərimizə hədiyyələri təqdim edən və bizə hər cür texnoloji dəstək verən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də təşəkkürümüzü bildiririk.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də təşəkkürlərimiz var. Yarışmamızı ölkəmizdə və onun hüdudlarından kənarda milyonlarla tamaşaçılara yayımlayan Azərbaycan televiziyasına da dərin təşəkkürümüzü bildirmək istəyirik. Və əlbəttə ki, istəkli televiziya tamaşaçılarımız, hər həftə bizimlə bərabər olduğunuz üçün, bizi izlədiyiniz üçün sizə də çox sağ olun deyirik. Təşəkkürlərimiz bu qədər. İndi isə mən bugünkü yarışmamızın oyuncularına, intellektuallarına oyunumuzun şərtləri haqqında məlumat vermək istəyirəm. Bizim yarışmamız 3 turdan ibarətdir. Seçim, oyun və final turlarından. Oyun əsnasında mən hər turun şərtləri haqqında sizə məlumat verəcəm. İlk seçim turumuz olduğu üçün onun haqqında məlumat vermək istəyirəm. Seçim turumuzda qaydalar belədir. Mən seçim sualını səsləndirirəm. Vaxt getdi deyirəm. Studiyada zil səs səslənir. Və yalnız bu səsdən sonra siz düymələri basırsınız və kimin işığı birinci yansa, həmin iştirakçı cavab vermək hüququ qazanır. Düzgün cavab verilsə, həmin iştirakçı bura dəvət olunacaq və biz yarışmamıza başlayacağıq. Şərtlər aydındır. Əlavə izahata ehtiyac var. Yoxdursa, gəlin başlayaq. Seçim sualı. Sual belədir. Qafqazşünas alim Uslar bu rayonun adının ətrafında axan Qudyal çay adına uyğun olmasını göstərmişdi. Digər bir fərziyyəyə görə Ptolomey tərəfindən xatırlanan Alban şəhəri Xobot məhz bu rayonun adının prototipidir. Söhbət hansı rayonumuzdan gedir? Vaxt getdi. Nuray Allahverdiyev, Nuray xanım, buyurun. Quba. Söhbət Qubadan gedir, düzdür? Beləliklə, hörmətli tamaşaçılar, yarışmamızın ilk iştirakçısı Nuray Allahverdiyevadır. Nuray xanım, buyurun. Nuray xanım, xoş gördük sizi. Sağ olun. Təbrik edirəm. Siz artıq Milli Bili yarışmamızın iştirakçısısınız, oyun turundasınız və oyuna keçməzdən əvvəl gəlin tamaşaçılarımıza, qonaqlarımıza özünüz haqqında bir məlumat verəsiniz. Nuray Allahverdiyeva, Türkiyə Diyanət Vəkili Bakı Türk Liseyinin 10-cu sinif şagirdiyəm. Boş vaxtlarımda kitab oxuyuram, hamı kimi repə qulaq asıram. Belə, futbola da baxıram. Repə qulaq asırsınız. Bəli. Hansı reperlərə, yəni rep ifaçılara daha çox üstünlük verirsiniz? Yəni, hamısına demək. Hamısına. Yaxşı iş görənlərin hamısına. Aydındır. Nuray xanım, sizə uğurlar və oyun turumuzun şərtləri haqqında sizə məlumat vermək istəyirəm. Oyun turumuzda 5 mövzu var. Onları ekranda da görə bilirsiniz. Bu mövzular belədir. Dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, mədəniyyət və incəsənət və ümumi mövzu. Bu 5 mövzudan siz yalnız 3-ünü seçə bilərsiniz. Çünki hər mövzuda 3 sual var və ümumilikdə 9 suala siz cavab verməlisiniz. 2 dəfə zala, yəni auditoriya müraciət edib kömək götürə bilərsiniz. Və düşünməyə biz sizə 20 saniyə vaxt verəcəyik. Şərtlər aydındır. Bəli. Elə isə gəlin keçək mövzu seçiminə. Buyurun. Olsun dil və ədəbiyyat. Dil və ədəbiyyat olsun. Nuray dil və ədəbiyyatı seçdi və biz Nurayla dil və ədəbiyyat mövzusunda oyunumuza başlayırıq. Sual belədir. Molla Pənah Vaqifin Görmədim, Qasım bəy Zakirin Eylər şeirləri lirik növün hansı janrında yazılmışdır? Vaxt getməsin. Buyurun. Müxəmməs. Müxəmməs deyirsiniz. Bəli. Düzdür. Növbəti sual, möhtərəm hakim, artıq gecdir cümləsi sadə cümlənin şəxsə görə hansı növünə aiddir? Vaxt getsin. Getsin. Vaxt getdi. Nuray xanım, vaxt bitdi. Sizin versiyanız varmı? Var bir dəqiqə. Cavab verim. Çox gecdir. Möhtərəm hakim Şəxsiz. artıq gencdir. Necə? Şəxsiz. Şəxsiz cümlə. Bəli. Qəbul eləyim? Bəli. Qəbul elədim. Bu şəxsiz cümlədir, düzdür. Və dil və ədəbiyyatdan 3-cü sual. 13-14-cü əsr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri olan Marağalı Əhvədinin həcmcə ən böyük əsəri 15.000 beytdən ibarətdir.
Ensiklopedik səciyyə daşıyan insan və cəmiyyət həyatının, eləcə də təbiət hadisələrinin çox cəhətini güzgü kimi əks etdirən bu əsər hansıdır? Vaxt getdi. Xatırladım ki, sizin iki köməyiniz var. Bilmədiyiniz halda. Camicəm. Camicəm nə? Camicəm poeması. Poeması. Düzdür. Nuray xanım, belə dil və ədəbiyyat mövzusunu bitirdiniz və növbəti mövzu? Tarix və etnografiya. Tarix və etnografiya. Nuray tarix və etnografiyanı seçdi və biz Nurayla tarix və etnografiya mövzusunda oyunumuzu davam etdiririk. Tarixlə aranız necədir ümumiyyətlə? Yaxşıdır demək olar. Yaxşıdır. Nuray xanım, tarix və etnografiyadan birinci sual. 1063-cü ildə İbrahim Osmanoğlu tərəfindən Gəncənin məşhur qala qapıları düzəldildi. Bəs bu zaman Şədadilər dövlətinin hökmdarı kim idi? 1063-cü il. Vaxt getdi. Əbüləsvar Şavur. Tamamilə doğrudur. Növbəti sual. 2001-ci il 25 yanvar tarixində Fransanın Strasburg şəhərində bu beynəlxalq təşkilatın iqamətgahı qarşısında ölkəmizin dövlət bayrağı qaldırıldı və Azərbaycan bu təşkilatın tam hüquqlu üzvünə çevrildi. Söhbət hansı təşkilatdan gedir? Vaxt getdi. Nuray xanım, vaxt bitdi. Risk eləmək istəmirəm. Risk eləmək istəmirsiniz, zala müraciət edirsiniz. Kim gəlib kömək eləsin sizə? İbrahim Qəhrəmanlı. Buyurun. İbrahim Qəhrəmanlı, Türkiyə Dəyənət Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi. Fikrimcə Avropa Şurası olmalıdır cavab. Avropa Şurası. Bəli. İbrahimin fikrincə bu Avropa Şurasıdır. Qəbul edirəm. Qəbul edirsiniz, razılaşırsınız. İbrahim, sizə təşəkkürlər. 2001-ci ildə Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü olub. Çox sağ olun, düzdür. Avropa Şurası Parlament Assambleyası və Milli Məclisin deputatları da o Parlament Assambleyasının işində iştirak edirlər. Üçüncü sual tarix və etnografiyadan sual belədir. 1372-1382-ci illərdə Şirvanşahlar dövlətini hansı hökmdar idarə edib? Vaxt getdi. 1372-1382. Yəni 10 il ərzində. Vaxt bitdi, Nuray xanım. Cavabınız? Şuşənk. Niyə belə həyəcanla, qorxaraq, inamsız? İkisinin arasına qalmışdım. Cavabınız? Şuşənk. Cavabınız düzdür. Şuşənkdir. Belə. Nuray xanım, vəziyyət belədir. Tarix və etnografiya mövzusunda olan 3 suala cavab verdiniz. Və qarşınızda bir mövzu var, 3 sual. Üçüncü mövzu nə mövzu olacaq? Ümumi. Ümumi. Olsun. Nuray ümumi mövzunu seçdi və biz Nurayla ümumi mövzuda oyunumuzu davam etdiririk. Sual belədir Nuray xanım. Məmməd Səid Ordubadinin Döyüşən şəhər, Dumanlı Təbriz, Qılınc və Qələm əsərləri epik növün hansı janrında yazılmışdır? Bu əsərlərin janrı nədir? Yəni, vaxt getdi.
Nuray xanım, əslində bəxtiniz gətiribsiniz, ədəbiyyatı yaxşı bilirsiniz və ümumi mövzuda ilk sual elə ədəbiyyatdan düşdü sizə. Beləliklə cavabınız Roman. roman. Döyüşən şəhər, dumanlı Təbriz, qılınc və qələm, əlbəttə ki, bu romanlardır, düzdür. Növbəti sual. O, 2008-ci ildə Pekində keçirilən yay Olimpiya oyunlarında Yunan-Roma güləşi üzrə 60 kiloqram çəki dərəcəsində gümüş medal qazanmışdı. Söhbət hansı idmançımızdan gedir? Vaxt getdi. Vaxt bitdi. Sizin bir köməyiniz də var, amma sizin versiyanızı da eşitmək istəyirik. Versiyanız varsa. Kömək istəyirəm. Kömək istəyirsiniz. Buyurun, kim gəlsin kömək eləsin sizə? Xərq yox. Aha. Könül Quliyeva, Bakı Dövlət Universiteti Politologiya 1-ci kurs. Mənim fikrimcə bu Rövşən Bayramovdur. Könül xanımın fikrincə bu Rövşən Bayramovdur. Siz bu cavabı qəbul da edə də bilərsiniz, etməyə də bilərsiniz. Edirəm. Edirsiniz. Biz də elədik. Deməli, 2008-ci ildə Pekində keçirilən yay Olimpiya oyunlarında Yunan-Roma güləşi üzrə 60 kiloqram çəki dərəcəsində gümüş medal qazanan idmançımız Könül xanımın dediyi idmançı deyil. Bu Vitali Rəhimov idi. Vitali Rəhimov. Belə, Nuray xanım, çox təəssüf. Bu 8-ci sual idi, Nuray xanım. Və 8-ci sualda siz də bilmirdiniz bu sualın cavabını və Könül xanım da səhv kömək elədi sizə. Onun cavabı səhv idi. Amma üzülməyin, bu sadəcə olaraq bir yarışmadır. Çox sağ olun, biz sizə uğurlar arzulayırıq. Əziz tamaşaçılar, biz isə keçid alırıq növbəti seçim turumuza. Sual belədir. İlk adı Pirçivan olan rayonun mərkəzi yalnız 1957-ci ildən indiki adı ilə adlandırılmışdı. Sözü gedən bu rayonumuz hansıdır? Vaxt getdi. Nicat Bədəlzadə, Nicat. Buyurun. Mənim fikrimcə bu Zəngilan rayonudur. Bəli, bu Zəngilan rayonudur, düzdür. Əziz tamaşaçılar, yarışmamızın növbəti iştirakçısı Nicat Bədəlzadədir. Nicat, buyurun. Nicat, xoş gördük. Təbrik edirəm. Oyun turundasınız. Sizə uğurlar arzulayırıq və özünüz haqqında zəhmət olması məlumat verin. Mən Bədəlzadə Nicat, 1998-ci ildə Bakı şəhərində anadan olmuşam. Özüm əslən Zəngilan rayonundanam. 2004-cü ildə 1-ci sinifə daxil olmuşam. 2015-ci ildə həmin məktəbi bitirib, ali məktəbə qəbul imtahanlarında Azərbaycan Dillər Universitetinin Pedaqojika fakültəsinə qəbul olmuşam. Hal-hazırda 1-ci kurs tələbəsiyəm. Nicat, oyun turumuzun şərtləri yəqin yadınızdadır. Bəli. Gəlin başlayaq mövzu seçimindən, buyurun. Tarix və etnoqrafiya. Tarix və etnoqrafiyadan başlayırsınız. Nicat tarix və etnoqrafiyanı seçdi. Biz incədən tarix və etnoqrafiya mövzusunda oyunumuza başlayırıq. Sual belədir. 1775-ci ildə Dərbənd hakimi Mirzə bəy Fərhad bəylinin başçılığı ilə Rusiya sarayına elçilər göndərən xan kim idi? Vaxt getməsin. Mənim fikrimcə bu Qubalı Fətəli xan. Bu Qubalı Fətəli xan idi, düzdür. Növbəti sual. 1173-cü ildə Gürcüstanda mərkəzi hakimiyyətə qarşı baş vermiş qiyamı yatırmaqda Çar 3-cü Georgiya kömək göndərən Şirvanşah hökmdarı kim idi? Vaxt getsin. 1173-cü ildə. Vaxt getdi.
versiyanız var? Versiyam var, amma dəqiq deyil. Məncə ikinci Fəribüzdür. Ancaq zaldan oğlan yazır. Buyurun. İbrahim Qəhrəmanlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi. Bu Şirvanşahlar dövlətinin ən qüdrətli hökmdarlarından biri olan 1160-1196-cı illərdə hakimiyyətdə olan birinci Axıstandır mənim fikrimcə. İbrahim belə ətraflı cavab verərək dedi ki, bu birinci Axıstandır. Hakimiyyət ilə uyğun gəlir. Yadıma düşdünüz. Qəbul edirsiniz. İbrahim, çox sağ olun. Bu birinci Axıstan idi, düzdür. Belə və tarix və etnoqrafiyadan üçüncü sual belədir. 1996-cı ilin dekabrında keçirilmiş bu sammitdə Ümummilli lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində ATƏT-in üzvü olan 54 ölkənin 53-ü Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş bəyanatda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi. ATƏT-in bu sammiti hansı şəhərdə olmuşdu? Vaxt getdi. Vaxt bitdi Nicat və sizin cavabınız? Götürək bir dənə şunu. Götürək? Oğlan yazır. Götürək. Kim? Gəlsin açıqlı olun. Gəl. İbrahim. İbrahim Qəhrəmanlı fikrimcə bu Lissabon şəhəri olmalıdır. Bəli, İstanbul. İbrahim fikrincə bu ATƏT-in Lissabon sammiti idi. Razılaşırsınız? Lissabon. Olsun Lissabon. Olsun Lissabon. Biz də qəbul elədik. Deməli, 54 ölkənin 53-ü təbii ki, Ermənistan tərəfi Azərbaycan ərazi bütövlüyünü tanımayıb, amma qalan 53 üzvü Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Və bu sammit Lissabon şəhərində olmuşdu və tarixdə ATƏT-in Lissabon sammitini tanıyıb. Çox sağ olun. Lissabon sammiti. Belə, tarix və etnoqrafiyanı da bitirdiniz. Növbəti mövzu. Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Nicat dil və ədəbiyyatı seçdi. Biz Nicatla dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Sual belədir. Madrid, Məhəbbət, Közərin Ocaqlar, Kəndçi qızı, Yaxşı adam kimi pyeslərin müəllifi kimdir? Vaxt getdi. Cavabınız, versiyanız. Yəni, bu ədibimiz həm dramaturji əsərlərində yazıb pyeslərini. Burada Rəsul Rza ilə Mirzə İbrahimov fikirləşirəm ikisindən. Amma Rəsul Rza olsun tabii. Rəsul Rza. Qəbul elədim. Rəsul Rza. Rəsul Rza şair idi. Mirzə İbrahimov isə yazıcı idi. Bu pyeslərin müəllifi Mirzə İbrahimovdur. Nicat, çox təəssüf. Siz elə suallarda köməyi götürmüşdünüz ki, əslində yəni, sizin cavabınız düz idi. Yəni, iki versiyanın biri düz idi. Amma nəsə olan şeydir, bu yarışmadır, üzülməyin. Biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Buyurun. Əziz tamaşaçılar, biz keçirik növbəti seçim turumuza. Sual belədir. Bu rayonun adının mənası süvari qoşun növü deməkdir. Şəhər ərazisində keçmişdə saxlanılan süvari polkun adından götürülüb. Sözü gedən bu rayonumuz hansıdır? Vaxt getdi. Rəşad,
Mirzəyev. Rəşad, buyurun mikrofonu götürün və sizin fikrinizcə sözü gedən rayonumuz hansıdır? Bu Qusar rayonudur. Qusar. Bəli. Bu Qusar rayonudur, düzdür. Hörmətli tamaşaçılar, yarışmamızın növbəti iştirakçısı Rəşad Mirzəyevdir. Rəşad, buyurun. Rəşad, sizə uğurlar. Sağ olun. Və gəlin ilk öncə özünüz haqqında məlumat verin, sonra isə biz keçəcəyik oyun turumuza. Mən Rəşad Mirzəyev, Pirallahı rayonu 168 saylı orta məktəbdə oxuyuram. Əsasən maraqlarım boş vaxtlarımda kitablar oxumaq, şəkil çəkmək, musiqi ilə məşğul olmaqdır. Rəşad, sizə bir də uğurlar və gəlin keçək oyun turumuzun şərtləri yadınızdadırsa, yəqin yadınızdadır. Gəlin keçək mövzu seçiminə. Tarixdən seçim, tarix və etnoqrafiya. Tarix və etnoqrafiyadan başlamaq istəyirsiniz olsun. Rəşad tarix və etnoqrafiyanı seçdi. Biz Rəşadla tarix və etnoqrafiya mövzusunda oyunumuza başlayırıq. 262-ci ildə Sasani imperiyasının tərkibinə daxil olan dövlət hansı idi? Vaxt getməsin, Albaniya dövləti. Bəli, bu Albaniya dövləti idi, düzdür. Növbəti sual. Qara Yusifin qoşunları ilə Teymurilər arasında baş vermiş Sərdurud döyüşündə Qara qoyunlular qələbə qazandılar. Teymurilərin Azərbaycan torpaqlarından qovulması ilə nəticələnən bu döyüş neçənci ildə baş vermişdi? Vaxt getməsin, 1408-ci ildə. 1408-ci ildə, tamamilə doğrudur. Və Rəşad, üçüncü sual. Naxçıvanı ələ keçirdikdən sonra 1827-ci il sentyabrın 20-sində Ruslar tərəfindən tutulan qala hansı idi? Vaxt getdi. Köməkdən istifadə eləmək. Köməkdən istifadə eləmək istəyirsiniz. Bilən varsa, Şəmşir. dəqiq bilən varsa, kim kömək eləsin sizə? İbrahim. İbrahim Qəhrəmanlı, Türkiyə Dəyənət Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi. Fikrimcə Sərdarabad qalası olmalıdır bu. İbrahim fikrincə bu Sərdarabad qalasıdır. Yadınıza düşdü. Yəni, qəbul edirik İbrahimin versiyanı. Bu Sərdarabad qalası idi, düzdür. Və artıq İbrahim neçənci dəfədir bizim oyunçularımıza, intellektuallarımıza kömək eləyir. Belə, bu tarix və etnoqrafiya mövzusu idi. Mövzunu dəyişməliyik. 3 suala cavab verdiniz. Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Rəşad dil və ədəbiyyatı seçdi. Biz Rəşadla dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Sual belədir. Bədii dildə geniş yayılmış bu bədii təsvir vasitəsinin adı Yunan sözü olub, köçürmək mənasını ifadə edir. Şərq xalqları ədəbiyyatında istiarə sözü ilə ifadə olunan bu məcaz növü hansıdır? Vaxt getməsin, metafor. Metafora. Bu metaforadır, düzdür. Növbəti sual dil və ədəbiyyatdan. Sual belədir. Baharın gecikməsi təbiətə böyük zərbədir. Cümləsində mübtəda nə ilə ifadə olunmuşdur? Vaxt getdi. Yəni bu cümləni təhlil eləmək lazımdır. Baharın gecikməsi təbiətə böyük zərbədir. Mübtəda hansıdır burada? Baharın gecikməsi. İndi bu nə ilə ifadə olunmuşdur? Mən 3-cü nöqtə ilə söz birləşməsi deyirəm. Qəbul eləyim. Eləyin. Deməli cavabınız? 3-cü nöqtə ilə söz birləşməsi. 3-cü nöqtə ilə söz birləşməsidir. Elementardır, düzdür.
Düzdür. Üçüncü növ söz birləşməsi. Sual belədir. Bəxtiyar Vahabzadənin bu poeması 1959-cu ildə dərc olunmuşdur. Əsərdə şair Azərbaycanın parçalanmasına imkan verilməsini xəyanət sayır. Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poemasından gətirilən sitatla bitən bu poema hansıdır? Vaxt getdi. Məşhur poemadır. Vaxt bitdi. Cavabınız? Ustad poeması deyirəm. Ustad poemasıdır. Azərbaycanın parçalanmasına imkan verilməsini xəyanət sayan Bəxtiyar Vahabzadənin deməli yazdığı bu poemanın adı Ustad poemasıdır. Bəli. Var belə bir poema Bəxtiyar Vahabzadənin belə poeması varmı? Var. Azərbaycanın parçalanması qəbul eləyim cavabınızı. Bəli. Səhvdir cavabınız. Səhvdir cavabınız. Bu Gülüstan poemasıdır. Gülüstan poeması. Çox təəssüf Rəşad. Çox təəssüf. Sizə uğurlar Rəşad. Sağ ol. Buyurun. Əziz tamaşaçılar, biz keçirik növbəti seçim turumuza. Sual belədir. Bu rayon Bərdə, Zərdab, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonun mərkəzi Ağdam Dəmir Yolu stansiyasından 45 km, Bakıdan 300 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir. Bu hansı inzibati rayonumuzdur? Vaxt getdi. Ülvi Məmmədli birinci olub, Ülvi. Hansı inzibati rayonumuzdur bu? Məncə bu Ağcabəddir. Düzdür. Əziz tamaşaçılar, yarışmamızın növbəti iştirakçısı Ülvi Məmmədlidir. Ülvi, buyurun. Ülvi, sizə uğurlar arzulayırıq. Sağ ol. Və nəyə sadiq qalaraq gəlin özünüz haqqında əvvəlcə məlumat verin tamaşaçılarımıza. Adım Ülvidir. 2004-cü ildə Sumqayıt şəhərində 14 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuşam. 2015-ci ildə isə həmin məktəbin məzunu olmuşam. Həmin ili TQDK imtahanlarında iştirak edərək Memarlıq və İnşaat Universitetinə daxil olmuşam. Hal-hazırda da oranın 1-ci kursunda oxuyuram. Hansı ixtisas üzrə? Geodeziya və xəritəçilik mühəndisliğində. Hobbimdə elmi sübutlar, elmi tədqiqatlar, əsasən də təkamüllə bağlı bu işlər məşğul olam yəni. Aydın. Yəni sırf belə deyək professional sahəniz üzrə maraqlarınız da var. Aydındır. Ülvi, sizə bir də uğurlar, oyun turumuzun qaydalarını bilirsiniz. Gəlin keçək mövzu seçiminə. Buyurun. Tarix və etnografiya. Nəcəb coğrafiyadan başlamadınız? Onu da seçdim, ikinci onu. Aydındır. Tarix və etnografiya. Ülvi tarix və etnografiyanı seçdi. Biz Ülvi ilə tarix və etnografiya mövzusunda oyunumuza başlayırıq. 1492-ci ildə Bərdə yaxınlığında baş vermiş döyüşdə Baysunquru məğlub edərək Ağqoyunlu taxtını ələ keçirən şəxs kim idi? Vaxt keçsin. Vaxt getdi. Vaxt bitdi. Sizin cavabınız ya da versiyanız? Versiyam. Köməkdən istifadə eləmək istəyirəm. Kim gəlsin kömək eləsin sizə? Buyurun. Oğlan gəlsin. Kim? Qız gəlsin, ya arkadaşı qız gəlsin. Qız gəlsin. Könül Quliyeva, Bakı Dövlət Universiteti Politologiya 1-ci kurs. Mənim fikrimcə bu Rüstəm Mirzədir. Könül xanımın fikrincə bu Rüstəm Mirzədir. Rüstəm Mirzədir, bəli. Qəbul edirəm. Qəbul edirsiniz, razılaşırsınız. Bəli. Könül xanım, çox sağ olun. Bu Rüstəm Mirzə idi, düzdür. Növbəti sual belədir. Albaniya dövlətində
indiki Dərbənd şəhərinin yerləşdiyi ərazidən 5 barmaq dağına qədər Xəzər dənizi boyunca uzanan vilayət hansı idi? Vaxt getməsin. Buyurun. Sola vilayəti. Sola vilayəti düzdür. Növbəti sual, üçüncü sualdır tarix və etnografiyadan. Sual belədir. 1764-1783-cü illərdə İrəvan xanlığını kim idarə edib? Vaxt getsin. Vaxt getdi. Ülvi, vaxt bitdi. Sizin cavabınız? İstəyirəm Hüseynəli deyim. Hüseynəli demək istəyirsiniz. Deyirsiniz, yoxsa demək istəyirsiniz? Demək istəyirəm. Demək istəyirsinizsə, cavabınız? Hüseynəli xan. Hüseynəli xan. Bəli. Demək istəyirdiniz ki, desəz Hüseynəli xan və dediniz ki, Hüseynəli xan. Biz də deyirik ki, bu Hüseynəli xan idi. Düzdür. Ülvi, tarix və etnografiyanı bitirdiniz. 3 suala cavab verdiniz və... Coğrafiya seçirəm. Növbəti mövzu? Coğrafiya. Coğrafiyadır. Ülvi coğrafiyanı seçdi və biz Ülvi ilə coğrafiya mövzusunda oyunumuzu davam etdiririk. Çox maraqlıdır coğrafiya mövzusunda olan 3 suala. Siz necə cavab verəcəksiniz? Sual belədir. Yəni, yəqin ki, köməksiz cavab verəsiniz. İnşallah. Ümidvaram ki, köməksiz. Sual belədir. Zəylik alunit, şaxtaxtı travertin, Parağaçay molibden, Ağcakənd, sual. Adı buraxılan yerdə hansı faydalı qazıntının adı yazılmalıdır? Vaxt getdi. Ağcakənddə hansı faydalı qazıntı? Ülvi, buyurun. Vaxt bitdi və sizin cavabınız Ağcakənddə hansı faydalı qazıntı çıxır? Köməkdən istifadə eləmək istəyirəm. Köməkdən istifadə eləmək istəyirsiniz. Dəqiq bilən. Könül Quliyeva, Bakı Dövlət Universiteti Politologiya 1-ci kurs. Mənim fikrimcə bu gips. Gips yataqları ilə zəngindir. Gips. Könül xanımın fikrimcə bu gipsdir. Qəbul edirəm. Qəbul edirsiniz. Bu gipsdir, düzdür. Coğrafiyadan növbəti sual. Sual belədir. Şəkilli sualdır. Diqqətinizi monitora yönəldin. Belə, Ülvi, şəkildə gördüyünüz Azərbaycanın iqtisadi coğrafi rayonlarının xəritəsidir. 4 nömrə ilə işarələnmiş ərazi hansı iqtisadi coğrafi rayona uyğundur? Vaxt getdi. Nömrə ilə Cavab variantım Zaqatala Lağıc. Lağıc. Bəli. Zaqatala Lağıc. Bəli. Qəbul elədim. Zaqatala Lağıc. Belə iqtisadi coğrafi rayon var bizdə? Bəli. Var. İqtisadi coğrafi. Söhbət iqtisadi coğrafi rayonlarından gedirdi Ülvi. Və 4 nömrə ilə işarələnmiş ərazi Şəki Zaqatala iqtisadi coğrafi rayondur. Səhvdir cavabınız. Şəki Zaqatala. Hər halda iqtisadi coğrafi rayon adətən ən böyük rayonların ərazisinin adı ilə adlandırılır. Lağıcla Şəki arasında yəqin ki, fərq var. Belə, Ülvi, çox təəssüf, məhz coğrafiya mövzusunda ən çox bildiyiniz, mən elə başa düşdüm, coğrafiya mövzusunda
Siz oyun turumuzu tərk edirsiniz, amma üzülməyin. Bu bir yarışmadır, bu bir oyundur. Biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, biz keçirik növbəti seçim turumuza. Sual belədir. Bu rayonun adının Hunların türkdilli Sal tayfasının məskunlaşması nəticəsində adlandırılması ehtimal olunur. 1880-ci ildə burada olmuş Rus tədqiqatçısı Sadovski bu yerin adının illik bac mənasını verdiyini iddia etmişdi. Sözü gedən bu rayonumuz hansıdır? Vaxt getdi. Nihat Şərifov. Mənim fikrimcə bu Salyan rayonudur. Sizin fikrinizcə bu Salyan rayonudur. Bəli. Bu həqiqətən Salyan rayonudur, düzdür. Əziz tamaşaçılar, yarışmamızın növbəti iştirakçısı Nihat Şərifovdur. Nihat, buyurun. Nihat, sizə uğurlar arzulayırıq. Çox sağ olun. Və gəlin oyuna keçməzdən əvvəl özünüzü təqdim edin tamaşaçılarımıza. Mən Nihat Şərifov, 1998-ci ildə Bakı şəhərində anadan olmuşam. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində hal-hazırda 11-ci sinifdə təhsil alıram. İkinci qrup üzrə hazırlaşıram universitetə. Maraqlarım elmi məqalələr, maraqlı faktlar araşdırmaqdır. Futbolla da boş vaxtlarımda məşğul oluram. Məşğul olursunuz, yəni futbol oynayırsınız. Bəli. Aydındır. Nihat, bir də uğurlar sizə. Çox sağ olun. Oyun turumuz haqqında məlumatınız var. Gəlin keçək mövzu seçiminə. Tarix mövzusu olur. Tarix və etnografiya olsun. Nihat tarix və etnografiyanı seçdi. Biz Nihatla tarix və etnografiya mövzusunda oyunumuza başlayırıq. 898 9-cu illərdə Sacilər dövlətində hansı hökmdarın adına pul kəsilirdi? Vaxt getməsin, Məhəmməd İbn Əbsat. Düzdür. Növbəti sual. Nihat, 2-ci Dünya müharibəsi dövründə Taganrog şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə Taganrog diviziyası fəxri adını alan diviziya hansı idi? Vaxt getməsin, 416. 416-cı diviziya. Bəli, bu 416-cı diviziya idi. Düzdür. Və üçüncü sual tarix və etnografiyadan sual belədir. 1581-ci ilin yazında Qazı Garay və Səhfi Garayın rəhbərliyi ilə Krım türklərinin 4-cü dəfə hücum etdikləri ərazi hara idi? Vaxt getdi. Nihat, buyurun. Şirvan. Şirvan. Şirvan olsun. Olsun yoxsa Şirvan? Şirvan. Şirvan, qəbul elədim. Bu Şirvandır, düzdür. Növbəti sual. Daha doğrusu, bu üçüncü sual idi tarix və etnografiyadan. Və mövzunu dəyişməliyik. Buyurun. Olsun coğrafiya mövzusu. Olsun coğrafiya mövzusu. Nihat coğrafiyanı seçdi. Biz Nihatla coğrafiya mövzusunda oyunumuzu davam etdiririk. Sual belədir. İsmailli İnzibati rayonu hansı iqtisadi coğrafi rayonun tərkibində yerləşir? Vaxt getdi. Vaxt bitdi. Nihat, sizin cavabınız? Köməkdən istifadə edək. Köməkdən istifadə eləyək. Bilən varsa? Fərid. Fərid. Fərid Zeynov, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi. Mənim fikrimcə bu Dağlıq Şirvanın iqtisadi coğrafi rayonudur. Fəridin fikrincə bu Dağlıq Şirvandır. Yəni iqtisadi coğrafi rayonun adı Dağlıq Şirvandır. Qəbul edirsiniz? Qəbul edirəm. Razılaşdıq. Fərid, çox sağ olun. Bu Dağlıq Şirvandır, düzdür.
Belə, növbəti sual. Kiçik Qafqazda yerləşən Göygöl, Maral göl mənşə baxımından hansı göllər qrupuna aiddir? Vaxt getməsin uçqun bənd. Uçqun və sürüşmədən yaranan bənd göllər düzdür. Və coğrafiyadan 3-cü sual. 1961-ci ildə istismara verilmiş Cavanşir su anbarının qidalanma mənbəyi hansı çaydır? Vaxt getdi. Cavabınız? Ağsu. Ağsu çayıdır. Bu Ağsu çayıdır, düzdür. Bu coğrafiya mövzusu idi. Nihayət 3 suala cavab verdiniz və növbəti mövzu? Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu. Nihayət dil və ədəbiyyatı seçdi. Biz Nihayətlə dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Sual belədir Nihayət. Millət şərqisi, istiqlal bizimdir, ayılma, bizə nə, qoyma gəldi kimi satirik şeirlərin müəllifi kimdir? Vaxt getdi. Mirzə Ələkbər Sabir. Bəli, bu Mirzə Ələkbər Sabirdir, düzdür. Nihat, növbəti sual. Bu yay məktəbimizin binasını təmir ediblər. Cümləsi sadə cümlənin şəxsə görə hansı növünə aiddir? Vaxt getdi. Vaxt getməsin. Buyurun. Qeyri-müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə. Tamamilə doğrudur. Bu 3-cü mövzu idi və 9-cu sualdır. Səməd Vurğun bu dramını 1945-ci ildə yazmışdı. Bu əsər şairin müharibə və sülh problemləri barədə fəlsəfi dramıdır. Şairin insanlığın müharibələr erasından birdəfəlik uzaqlaşmasını arzuladığı bu mənzum dram hansıdır? Vaxt getdi. Köməkdən istifadə eləmək istəyirəm. Köməkdən istifadə eləmək istəyirsiniz? Könül xanım. Könül xanım. Könül Quliyeva, Bakı Dövlət Universiteti Politologiya 1-ci kurs. Mənim fikrimcə bu insan dramıdır. Könül xanım deyir ki, bu insan dramıdır. Yəni, bu piyesin adı insandır. Qəbul eləyək. Qəbul etdiniz. Mən dedim də, bayaq, bu 9-cu sualdır. Və bir kömək şansınızı siz saxladınız. 9-cu suala və düz elədiniz və Könül xanımın hesabına mı deyək, Könül xanımın köməyi ilə siz keçirsiniz finala. Bu insan piyesidir, düzdür. Belə Nihat, siz finaldasınız. Finalda biz sizə uğurlar arzulayırıq, finalda görüşərik. Çox sağ olun. Əziz tamaşaçılar, biz bir finalçı ilə keçirik final turumuza. Beləliklə, final. Əziz tamaşaçılar, beləliklə bugünkü yarışmamızın bir finalçısı var. Nihat Şərifov və biz Nihadı bura dəvət edirik və final turumuza keçirik. Nihat, buyurun. Əziz tamaşaçılar, bugünkü yarışmamızın finalında bir finalçımız, birincilik dualımız var, Nihat Şərifov. Nihat, finalda biz sizə uğurlar arzulayırıq. Əslində, bizim yarışmamızın final turu ilə bağlı deməli, qaydalarımız var. Amma siz bugün finalda tək olduğunuz üçün biz, yəni mən
final sualını səsləndirib, sizə 20 saniyə vaxt verəcəyik, yəqin ki, düşünməyə və siz cavab verəcəksiniz. Şərtlər elementardır və aydındır, eləmi? Sual isə belədir. Sual şəkilli sualdır, monitorda bir şəkil görəcəksiniz. Sual belədir, sakit. Sual belədir. Şəkildə gördüyünüz kadrlar 1958-ci ildə ekranlaşdırılmış bir filmdəndir. Aktyorlar Gündüz Abbasov, Leyla Bədirbəyli, Nodar Şaşıqoğlu'nun iştirak etdiyi bu film hansıdır? Vaxt geçməsin, onun böyük ürəyi. Onun böyük ürəyi. Azərbaycan, yəni milli filmlərimizlə aranız ümumiyyətlə yaxşıdır ya yox? Müəyyən qədər baxmışam. Xoşum gəlir. Hansıları ən çox sevirsiniz? Sevimli filmləriniz varmı? Var, Bir Qalanın Sirri, Sehirli Xalat, Babək. Sehirli Xalat da uşaq filmidir, amma yenə də uşaqlıqda baxmışam. Ən çox sevdiyiniz hansı filmdir? Ən çox sevdiyim Bəyin Oğurlanması. Bəyin Oğurlanması. Bəs ən çox sevdiyiniz aktyorumuz hansıdır? Aktyorumuz Babək rolunu oynayan Rasim Babək, Nəsimi rolu. Nəsimiyə baxmısınız? Baxmışam. Rejissorlarımızı bəs tanıyırsınız, rejissorlarımızı? Çox böyük ölçüdə tanımırım. Tanımırsınız. Amma tanımaq lazımdır. Çünki rejissor olmasa film olmaz. Filmdə düzdür, aktyorlar da iştirak edirlər, amma bütün proseslərini idarə edən rejissordur çəkiliş meydançasında və teatrda da eləcəkdir. Dediniz onun böyük ürəyi 1958-ci ildə ekranlaşdırılmış bu film onun böyük ürək filmidir, düzdür. Beləliklə, əziz tamaşaçılar, bugünkü yarışmamızın qalibi Nihat Şərifovdur. Nihat, buyurun. Nihat, sizi təbrik edirəm. Çox sağ olun. Mutdunuz, məqsədinizə çatdınız, nail oldunuz. Arzu edirəm ki, həyatda da həmişə siz belə məqsədlərinizə nail olasınız və mən böyük məmnuniyyətlə hədiyyələrinizi təqdim etmək istəyirəm sizə. İlk növbədə bu diplom, mən Azərbaycanlıyam intellektual oyununun qalibinin diplomu, Gənclər və İdman Nazirliyinin diplomudur. Əsas mükafatınız budur əslində. Çünki notebook xarab ola bilər, amma bu diplom sizin ömrünüzün axırına qədər sizin olacaq. Və notebook təbii ki, notebook da sizindir, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hədiyyəsi notebookdur. Onu da qeyd edim ki, siz ilin qalibi adı uğrunda keçiriləcək bizim yarışmalarımızda iştirak edib, ilin qalibi adı uğrunda mübarizə aparacaqsınız gələn oyunlarımızda. İndi isə sizin ürək sözlərinizi eşitmək istəyirik. Buyurun. Öz müəllimlərimə, dostlarıma, valideynlərimə, üzərimdə əməyi olan hər kəsə öz təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Aydındır. Siz də sağ olun. Onu da deyim ki, biz də öz növbəmizdə bu layihənin təşəbbüskarı olan Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildiririk. Təhsil Nazirliyinə, Rabitə İnformasiya Texnologiyalar Nazirliyinə və Azərbaycan Televiziyasına təbii ki. Nihat, sizə uğurlar arzulayırıq. Çox sağ olun. Sağ olun. Təbrik edirəm. Bu da daha bir buraxılışımızın, verilişimizin sonu istəkli televiziya tamaşaçılarımız. Verilişin əvvəlində mən finalçılarımızın sayının çox olmasını istədim, arzuladım, amma finala bir nəfər çıxdı və qalib oldu. Biz bütün qalib olanlara, olmayanlara yeni zəfərlər, yeni uğurlar arzulayırıq. Həmişə öz məqsədlərinizə çatasınız. Bunun üçün isə Azərbaycanı tanımaq və tanıtmaq lazımdır. Çünki bizim ölkəmiz, bizim Azərbaycanımız buna layiqdir. Gələn həftə görüşənədək, hələlik. Azərbaycan